dostlar, Kanada cinsi bronz, Amerikan bronz və qara Kanada, ağ Kanada cinsi hinduşkalarımız satılır. Bir dənə də qulu qazı soruşulan olan qazımız satılır. Qaz xoruzdur. Bir ağ Kanada cinsi hinduşkanı, bir də Amerikan bronz cinsi hinduşkalardan birini, Kanada cinsi hinduşkalardan da yalnız fərələr götürürəm mən. Xoruzlara əl vurmayacağam, çünki xoruzumuz gələcək sabaha bu günə. Deməli, 4 dənə qara Kanada cinsi fərəni, bir də bu fərəni, bu 3 fərəni, bir də bu Amerikan bronz fərəsi ilə bu fərəni özüm üçün saxlayacağım. Qalan hansını istəyirsinizsə zəng eləyib deyə bilərsiniz. Nömrəmizi deyirəm: 010 419 59 33. Bu qazın qiyməti 60 manatdır. Bunların ağ Kanada cinsi fərələrin birinin qiyməti, yəni bir dənə satacağım, onun da qiyməti 100 manat. Bu birisi qara Kanada fərələrinin də qiyməti 100 manat. Amma Amerikan bronz fərələri 80 manatdır. Xoruzlar da 200 manatdır. Nömrəni dediyim kimi nömrəni dedim və onu da bildirim ki, bunların heç birisi qoca deyil. Hamısı bu ilkidir. 3 aylıq, 4 aylıq fərələrdir. Prosta yumurtaya düşməyiblər, hələ xoruza yatacaqlar. Alın, bir cüt istəyirsinizsə alın, aparın, siz də Kanada cinsi hinduşkanızı artırın. Və ya sizin qapınızda da olsun. Baxın, bu qiymət heç bir Azərbaycanın heç bir bölgəsində yoxdur. Kimə deyirsinizsə 200-dən yuxarı deyil. 400, 300, 450, 500 falan deyirlər. Yəni bizdən alın, aparın özü qapınıza damazlıq salın. Ayrıca kənd hinduşkalarımız da var. Amma ki onların yanına sabah gedəcəm. Çünki bunlar təzə gəliblər. Bir həftə falandır gəldikləri üçün. Qaz da dünən gəlib. Bir həftə falandır gəldikləri üçün bunlara qulluq etməliyəm ki, xoruza yatıb bala çıxartsınlar. Ağ Kanada cinsi bir dənə xoruzumuz gələcək, onu satmayacağım. Onda da video çəkib paylaşacağım, amma satmayacağım. Ağ Kanada cinsi bir dənə xoruzumuz gələcək. Ona görə deyirəm ki, bunlara qulluq edirəm ki, onlar gələndə fərələrimizdən bəziləri xoruz yatsın. Dediyim kimi, bir dənə ağ Kanada cinsi hinduşka, bir dənə Amerikan bronz cinsi hinduşka, bir də 4 dənə qara Kanada cinsi hinduşkanı özüm üçün götürəcəm. Sağ olun, salamat qalın.